Sonra deyəsən rahat bizim başımızı xarab elədi bütün günü. Vallahi mənə də zəng eləyirlər, mən də gəlirəm, çəkirəm, qoyuram, sizlərə müraciət edirəm. O günləri kirayə problemi olan ailənin kirayəsi həll oldu. Birinin patoloq problemi vardı, həll oldu. Ac olan ailə vardı, həll oldu. Hamısı sizin sayəvizdədir. Allah sizdən razı olsun. Danılmazdır. Gözəl iş görürsünüz və Müşfiq Abad qəsəbəsində hal-hazırda bir ana ilə qız hal-hazırda burada yaşayır. Necəsən? Adın nədir? Gəl yaxınca söz deyirəm sənə. Niyə öskürürsən sən? Xəstələnmişəm. Hə. Sən niyə xəstələnmirsən belə? Bilmirəm, girib hapsaya qalıbdı. Məktəbə getsən? Neçədə oxuyursan sən? Birdə. Birdə oxuyursan. Bu gün nə yemirsən yeməyə? Beşlə. Uşaq acdır. Haralısınız siz? Mən özüm Xızıdanam. Xızıdansınız. Atavız, anavız. Atam da rəhmətə gedib, anam da. Hal-hazırda sizə bir arxa duracaq bir insan, bir Vallahi yox, yoxdur, heç kim qardaş, bacı heç kim Yox. yaxın Bari durmadı. prosta hər kəsin özü üçündür, yox. Ay sağ ol, başa düşdüm. İndi mən gücüm çatan qədər sizə kömək eləyəcəm. Allah. Bu evin kirayəsi, verirəm, çalı bunu. Sağ ol, Sağ ol. buna bir ərzaqdan, yemək içməkdən al. Çox sağ Allah kömək Yes. olsun. Evdə uşağı tək qoyub işləyə bilmirəm, tək qala bilmir, qorxur uşaq evdə tək qalmağa. O yüzden imkanım yoxdur uşağına tək baxmağa, evin pulunu verməyə. Yəni, bir ailə vardı, uşaqla məni götürdü, evlərini saxladılar. 3-4 gündür ki, onlarda qalırdıq. Evin pulunu verə bilmədiyim üçün bura gələ bilmirdim. Onlar baxırdılar bizə. Burada yatmağa yer falan yoxdur axı. Bir dənə kravatdır burada. Bir dənə burada kravat. Bəli, Burada da qaz peti var. Elə bir otağı buranı verirsə, bəli, burada qalacaqsınız. bəli. Allah köməyiniz olsun. Ürəyin nə istəyirəm alsın sənə? Bu uşaq xəstədir. Bu uşağı bir... Skorda çalmışıq, Qaraqayev xəstəxanasına yazdı. Sözlə olmuş. çıxdı, yol pul tapanmadım, yəni pap keçirdənmədim həkimlərdən. Bana, sizin öz gözünüzün altı da qaralıb. Hə, mən də böyrəklərimdə problem var. Böyrəklərinizdə problem var. Uşağı heç nə ala bilmirəm, pulum da yoxdur, canım yoxdur. Bir manatınız da yoxdur. Xeyr, yəni evim... İstəməmişəm. İnsanlara görə müraciət eləmişəm. Hərəviz 5 manat atın demişəm. Hərəvizin 5 manat sayəsində nə qədər üzlər gülüb, nə qədər problemlər həll olub.